xoş gəldiniz. Mən Zəhra. Vloguma xoş gəlmisiniz. Hər saat uca 5-ə işləyir. 5-ə işləyir, nə də 5-ə qalır. Qaranlıqdır. Yəni buradan da gördüyünüz kimi ki 4:04:42-dir. Və belə tez oyanmağımın səbəbi isə artıq bildiyiniz üzrə bəlkə də həyatım həqiqətən kontroldan çıxıb. Son zamanlarda anamın səhhətində bəzi problemlər və bayramlar oldu, nələr oldu, dərslərimi bayağı bir boşladım. Həm anama baxmaq məcburiyyətində qaldım, həm də ki belə bayağı bir dərs boşladım yəni mən. Ona görə indi həyatımı düzənə soxmağa çalışıram ki, daha bundan sonra səhərlər oynayacağam ki, özümü səhərə alışdırım. Günortalara qədər yoxsa oyaqda qalıram da. Saat 8-də bir hazırlığım var, saat 2-də bir hazırlığım var. Bu mənim günlük vloqum olacaq. İlk dəfə sizinlə bir gün keçirdirik bu arada. Çox qəşəng olar məncə. Məcalcıq. Durdum, yoga falan elədim. Yeməyimi yeyəcəm, indi yemək hazırlayacağıq özümüzə. Sonra da tarixdən oxuyacağam biraz. Amma 4-də oyanmağıma baxmayaraq məncə enerjikəm. O zaman çox uzatmayaq da videonu. Yenə 2 dəqiqə zat uzatdım. Tarixdən oxudum biraz, ümumi tarixdən. Rusiya dərsindəyik. Dərsi 17-ci əsrin ikinci yarısı olan yer. Kim oradadırsa mənim halımı anlayar. 17-18 səhifəlik ya da 15 səhifə deyəsən dərs. Prosta müəllimə bizə 10 səhifəsini verdi. Allah razı olsun müəllimə. Da onu çay süzmüşdüm ki, biraz sinirlərim sakitləşsin. Hazırlaşmalıyam. Yavaş-yavaş, çünki yarım saata evdən çıxmalıyam. Çünki 2 saatdan sonra, hatta 1 saatdan sonra hazırlığım başlayacaq. Necə elə bilərəm. Kombini hazırladım. Altına bu formada bir şal var. Burada bu şalların ətəyinin bir uzun bir qısa deyil. Bunu düzəltdirməliyəm. Bir də üstünə belə bir qalan sivit giyəcəm. Amma üstündən heç bir şey giyməyəcəm. Yəni tək bu qalan belə bir sivit. Kombin dəyişikliyi ilə ortama göstərmişəm. Hazırlığım bitdi. Evə gedirəm. Ay, mən evə gəlib yatmışam.
Eve geldim. Eve gelen kimi başıma atıp yattım. Çünkü size zaten göstermiştim ki saat 4'te oyanmışdım. 19 neçəydi oyandım. Evə də gələndə mən hardasa 17 neçə idi mətin yazmalıyam Azərbaycan dilindən ki. Amma mətnlərim azdır bildiyim qədərilə və sadəcə riyaziyyatdan istəyirəm indi də yazmaq. Çünki həqiqətən də riyaziyyatdan bayağı bir zəifliyim var. Onları bir örtmək istəyirəm. Sonra sabah səhər durub tarixdən yenə bir şeylər oxumaq istəyirəm. Saat 4-də duracam yenə. Zaten demişəm ki, bir həftə falan belə dabada bir 4-də oyanım, görüm artıq yuxu rejimimi düzəldim yəni. Burada belə yaraşır, yoxsa belə yaraşır mənə. Yəni belə yoxsa belə hansı daha çox yaraşır? Məncə belə hər kəs gözələ hər şey yaraşır. İndi tək mən dərslərimi eləmirəm. Mənimlə birlikdə siz də götürürsünüz o dəftər ruçkanı, gedirik bir yerdə dərslərimizi eləməyə. Xahiş edirəm. Durun ayağa. Qalxın. Qalxdınız? Hə. İndi gedirsiniz tez onun ruçkanın dəftərinin üstünə. Tez olun. Götürdünüz. Qoyun üstə çayınızı, suyunuzu hazırlayın mən gələnə qədər. Ondan sonra mən gəlim, oturağım bir yerdə, hamımız bir yerdə dərs eləyək. Tamam? Okey? Deməli, mən ilk öncə buradan işləyəcəm də, bu köhnə güvənin mətn kitabından işləmək istəyirəm. Normalda mənə yeni güvənin mətn kitabından verir. Prosta mən səs gəldi elə belə. Bismillah, qorxuram belə şeylər. Mətn kitabından işləməliydim güvənin. Prosta o məndə həmin o kitabdan hələ ki yox olmadığına görə mən bu müəllimə dedi ki, köhnə mətn kitabından da evdə çox qəşəng işlə. İndi ona görə buradan təzədən yeni başlayıram. Bunu bu arada 2 dəfədir işləyirəm. O zaman başlayaq məncə. Locked in a stalemate with the man was no rock in a hard place, it's battery control. What am I waiting for? See planes beneath my compass, my transport. Rock in a hard place, it's battery control. What am I waiting for? See planes beneath my compass, my transport.
Baxın, burada səhvlik var ki, burada həm bir dənə, həm də iki dənə, yəni həm burada həm də A variantında, həm C variantında 2-3 çıxıb cavablar, amma normal məncə düzgün cavab 2-4 olmalı. Dəyişikliyi ilə gəldim. Çünki üstümə rahat bir şeylər geyinmək istədim. Sizə bir şey göstərəcəm. Amma qorxmayın. Tamam? Özünüzdə hazırlayın. Ehtiyatlı olun. Qorxmayın. Qətiyyən qorxmayın. Qorxmayın. Riyaziyyat yazırıq. Amma riyaziyyat bilmir ki, riyaziyyatdan daha təhlükəli olan bir şey var. O da biz. Oradan bir şey öyrənmişəm. Bir dərsi nə qədər çox sevsən, o qədər yaxşı beyninə girər. Deməli, riyaziyyatına görə beynimizdə girmir. Qayda olaraq dəftərin gününə bax. Normalda həqiqətən xəttim çox gözəl bir xətdir. Amma dərsdə elə olmur. Dərsdə elə bildisimdən bir canavar falan çıxır. Evet, şimdi biz xətti tənqidəyik. Əgər niyə bu qədər geridə olduğumu soruşsaz, səbəbi isə mən əvvəl hazırlığa gedirdim, oradan çıxdım. Təzədən yenə başqa müəllimənin yanına hazırlığa getdim. O da təbii məcbur olaraq mən natural dillərdən başladı deyə biz indi xətti tənlidik. Onun qaydasını yazdırdım. İndi onu köçürdəcəm. Burada bunun çox qəribə bir yapısı var. Yəni bilirsiniz necə klonka kimidir də. Bilirsiniz mən buna neçə manat pul vermişəm? 8 manat pul vermişəm. Oyaldan almışdım özdə. 8 manat. Baxın, hətta belə göstərim də, gəlin. Normal verək düzdür bura. Buna baxın. Zırılmır. Gördünüz, dartılır. Bərbad havası oldu. Şimdi Zəhra ilə dərs zamanına Zəhra müəllimədən biraz dərs eşidin. Deməli, gəlin bir məhsullu təminlər, xətti təminlər mövzusunda ikincini həll eləyək. Bu misalı bura köçürtmüşəm. Deməli, burada ilk öncə bu görürük ki 804 x çıxsın 6 bərabərdir 5də 1 x üstə 4 yazmışıq, düzdür. Burada deməli birinci 803 x olduğu kimi yazırıq. Sonra bunu hamı bilir məndə. Buradan bu yəni sol tərəfə keçdiyinə görə ikisini də burada sərgəli yazıram, sərgəsiz yazıram çünki ekrandan baxıb köçürdürəm də. Sonra bu 6 da bu tərəfə keçir deyə bu tərəfə keçdi, 6 da bu tərəfə keçdi. Ona görə əksinə dəyişir işarələri.
Bu müsbət üstəgəl 4. Burada bunlar təbii əkobları olacaq 40. 40. Daha sonra 3 5'in 15. Burada da eləyəcək 8. 15'dən də 8 qalacaq yerdə 7. 7. Mən baxmamışım. Deməli, daha sonra 40'da 7x aldıq. Bərabərdir 10'a. Sonra daha doğrusu 7x bərabərdir 40'ı 10'a vuracağıq. 10'a 7x bərabərdir 400 elədi sənin üçün. X da bərabərdir. Bunları tapmaq üçün bölüb çıxacağıq. Bu da alınar 57. 57 tam 7'də 1 alınacaq ki, cavab budur. B variantı. Ay durun bir dəqiqə. Qatdım, qarışdırdım. B variantı. Qızların imtahanı olacaq 10 gün sonra da. Onların da hər birinə ayrı-ayrılıqda uğurlar arzulayıram. Həqiqətən də hər birinizlə ayrı-ayrılıqda qürur duyuram. Halal olsun sizə. Əgər bu neçə ayı bacardınız, getdiniz hazırlıqlara, oxudunuz, gecə-gündüz demədiniz, yatmadınız, yemədiniz, içmədiniz bəzən. O hazırlıqlara gedib, o dərsləri öyrəndinizsə, əmin ola bilərsiniz ki, gedib o imtahanı da çox rahat, çox qəşəng və bir yolla verə biləcəksiniz. Ümidinizi heç bir şey üçün itirməyin. Mən buradayam. Əgər təbii yenə stresə girsəz, nə bilim özgüvəniniz falan azalsa, yazın mənimlə, yorumların altından daha doğrusu yazın və yaxud da Instagram səhifəmə də yazıb məndən özel olaraq da söhbət edə bilərsiniz ki, mən sizə dəstək olacağam hər dərs səhifələri istəmişdiniz YouTube-dakı. Mən onlardan bir neçəsini izləmişdim. Onlardan tapdım yenə bir neçəsini və gəldim bura. Hələ özüm də hal-hazırda izləyirəm, yəni o səhifələri. Biri Rasim Əliyevdir. O deməli olar ki, riyaziyyatda həqiqətən mənim ən rahat başa düşdüyüm müəllimdir ki, riyaziyyatı bilməyənlər üçün həqiqətən də yarım saatlıq videonu bəlkə də eləyər 50 dəqiqə ki, biz daha rahat başa düşək. Çox qəşəng EPUZ test izahları verir. Orada test izahlarını, DİM-in test izahlarını tapa bilərsiniz. Amma test izahlarını verməmişdən əvvəl mövzu haqqında məlumat verir və həqiqətən çox-çox gözəl başa salır. Yazaraq başa salır. Hər bir tərəfini ayrı-ayrılıqda izah eləyir. Daha sonra Elm TV var. Elm TV-ni də izləyə bilərsiniz ki, bunu bir çoxunuz tanıyırsınız bəlkə də ki, orada da riyaziyyat haqqında dərslərə Azərbaycan dili falan deyəsən olmalıdır. Oradan da girib baxa bilərsiniz. O da çox gözəldir. Daha sonra Eyler Akademi. Eyler Akademi də var. Eyler Akademini demək olar hamı tanıyır ki, orada riyaziyyat, orada da çox-çox gözəl başa salınır. Sonra Tələbə ol var. Tələbə olda həm Azərbaycan dili, həm ingilis dilində də var. Mən daha çox orada ingilis dilinə baxıram. Çünki həqiqətən çox qəşəng izah eləyirlər. Oradan da yəni yaxşı videolara baxa bilərsiniz. Riyaziyyatı bilmirəm, var yoxdur. Mən orada Azərbaycan dilindən ingilis dilinə baxıram sadəcə. Daha sonra var Makitab. Makitab ingilis dilində test izahları, yəni ingilis dili test toplusunun izahlarıdır ki, o müəllimə də həqiqətən çox gözəl izah edir ki, mən də tək onun ingilisdən başa düşə bilirəm test izahlarında. Çox-çox gözəldir. Bunu da mütləq tövsiyə edirəm sizin üçün. Qajar Akademi var. Qajar Akademi ingilis dilində bilirsiniz nə edir? Qrammatika keçmir. O sadəcə danışığa, yəni danışığın qızıl qaydalarını öyrədir. Sıfırdan danışığı, cümlənin qurulması haqqında məlumatlar verir ki, ingilis dilində qrammatikanı öyrənəndən sonra və söz bazanız güclü olandan sonra siz bunlardan istifadə, həmin o səhifələrdən istifadə, Qajar Akademinin səhifəsindən istifadə edə bilərsiniz. Əgər məlumatlar sizin üçün faydalı olarsa, videomun altına yazmağı unutmayın. Daha sonra əgər sizin üçün nə maraqlı gəlsə, onu da yazın. Sevə-sevə cavablayacağam. Hər birinizi öpürəm. Yaxşı ki varsınız. Videoma bəyənməyi və yorum yazmağı da unutmayın. Və kanalıma abunə olmağı da unutmayın. Amma təbii ki eləməsəz də canınız sağ olsun. Heç bir şey sizdən dəyərli ola bilməz. Hər birinizi ayrı.